Əmir Mustafayev Zolaqlı Çamadan hekayə. Qiyas kişi oğlundan məktub almışdı. Zərfi açıb əvvəlcə hündürdən, sonra da alçaqdan oxudu. Məsələ qara əbrəşin cəmdəyinə çatanda səsini xırp kəsdi. O yeri bir daha oxudu, fikrə getdi. Başını yırğalaya-yırğalaya məktubu qoltuq cibinə qoydu. Onun mükəddər baxışlarından hiss olunurdu ki, nəysə məktubla razı deyil, ancaq narazı olsa da oğlundan keçə bilməyəcəkdir. Zarafat deyil, o şəhərdə işə düzəlirdi. Arvadın da razılığını biləndən sonra Qiyas kişi elə həmin axşam iri batman quyruğunu yelləyə-yelləyə örüşdən yenicə gəlmiş qara əbrəşi ayaqları altına yıxdı. Əbrəş indicə hiss etdi ki, bu onun həyatında 4 illik əzabsız ömründə yaşıl çəmənlikdən ayrıldığı son axşamdır. Müqavimət göstərmək istədi, ancaq bıçağın ağzında onun ömrünə axırıncı fərman yazıldı. Qoyun çapaladı və nəhayət əbədi olaraq bu əzabdan qurtardı. Qiyas kişi birazdan dirəyə çalınmış qənarədən qoyunu tək ayaqlaşdı. İri yumruqlarını piyli dərisinin arasını zorla basa-basa əbrəşi soyub təmizlədi, zolaqlı çamadana qoyub rahatladı. Ağzı iri bir qıfılla kilitlənmiş, kəndirlə möhkəm sarınmış zolaqlı çamadan etibarlı bir adama tapşırıldı. Məmmədalının əlindən tutsun deyə Bakıya yola salındı. Uzun qolları az qala dizlərinə çatan lopabıq, qunçulu çəkmə geymiş məxmər qalifey şalvarlı bir kişi çamadanı zorla darta-darta tunelə bənzər qaranlıq bir yerdən keçib işıqlı həyətə girdi. Yan yörəsinə göz gəzdirdi, eyvanda oturub söhbət edən arvadlara gözaltı xeyli baxdı. Yəqin ki, biraz geciksəydi, nişanlısı Zərintazgilə getməyə hazırlaşan Məmmədalını görməyəcək və o ağırlığında çamadanı ora-bura sürməli olacaqdı. Onlar görüşdülər, danışdılar, həl-əhval tutdular. Məmmədalı arada fürsətdən istifadə edib kişinin bayaqdan verdiyi 2 dilli açarla qıfılı açdı. Çamadanın qapağını qaldırıb əli ilə əbrəşin ağa bürmələnmiş cəmdəyini yoxladı. Cəmdəyə əl toxunan kimi yırğalandı. O çamadanın ağzını qıfıllayıb sovqatı elə indicə müdirin evinə aparmaq istədi. Qoy təzə-təzə çatsın, sonra qorxuram ağırlaşar, dedi. Ancaq zəhmət çəkib uzaq yol gəlmiş qonağı evdə tək qoyub getmək yaxşı düşməzdi, söz-söhbət qızışdı. Qonaq sarı kəhraba müştüyünü üfürüb içini təmizlədi, siqaretlərdən birini yarı bölüb müştüyə keçirtdi. Sonra da onu alışdıra-alışdıra Məmmədalıdan xəbər aldı. Məmmədalı, necədir, işində ayağını bərkitmisənmi? Məmmədalı qaşlarını çatıb çiyinlərini çəkdi. Nə deyim, valla Xanmurad dayı, deyim ki, lap əladır, onda deyərsən ki, bəs bu dəvə yükü nədir gətirmisən? Sonra əllərini övkələyə gözlərini qonağın üzünə dikdi. Görəsən götürər? Kimə çatmalıdır ki? Bizim müdirəm. Niyə götürmür? Onun qarnı qarın deyil, tamahsız adam olmaz. Nəfs ki var, cidardır. Hər şey dəlib keçər. Qonaq siqaretinə dərin bir qullab vurub fikrə getdi. Gecə yarıdan keçmiş onlar yataqlarına girdilər. Birazdan qonağın xorultusu kiçik otağı başına götürdü. Məmmədalı hələ də yatmayıb, çamadanı müdirə çatdırmaq üçün yollar fikirləşib arayır. Tez-tez qonağın son sözlərini yada salır. Hərdən də ah çəkib ürəyində deyirdi. Ah, görək də. Öz-özünə verdiyi ümid və təsəllidən bəzən fərəhlənirdi. Beynində tez-tez alışıb yanan, sonra da nə üçünsə sönən ümid və təsəllilər şirin bir yuxu ilə əvəz olundu. Məmmədalı gündüz müdirin evinin yerini öyrəndi. Axşam işıqları alışan tək zolaqlı çamadanı əlinə alıb döngəyə qədər hıqqıldaya pay piyada, ondan sonraki yolu isə Pobedada getdi. Böyük bir binanın yanında maşını saxlayıb düşdü. O zolaqlı çamadanın qulpundan tutub qaldırdı. Dardalanı xəlvət keçdi. Həyəti göz gəzdirdi, pilləkənlə 2-ci mərtəbəyə qalxdı. Birdən hansı bir hiss isə onun ayaqlarını yerə mıxladı. Görəsən nə deyər? Müdirin mənzilinə çatmağa çox yox, 2-ci mərtəbədə qalxmaq lazım idi. Bu 2 mərtəbə onun gözündə 2 günlük yol kimi durdu. 3-cü mərtəbəyə qalxanda Məmmədalının üz gözünü tər bastı, əl qolu boşalıb sustaldı. Axı, mən bu vaxta kimi heç nə aparmamışam. İşini əldən vermək qorxusu onu cəsarətləndirdi. Əşi, hər nə olar. Xanmurad dayı demiş, tamahsız adam olmaz. Məmmədali bunu düşünüb 3-4 pilləni də qalxdı, ancaq gözləri Məmiyevin qapısına sataşan kimi bayaqdan topladığı cəsarət bircə anda yox oldu.
Bilmədi nə etsin. Fikirləşdi, səbir yaxşı şeydir, qoy sabahı da gözləyim. Görüm onun mənə qarşı olan sabahki münasibəti necədir. O günləri ağız dolusu qanundan danışırdı. 15 dəqiqə işə gecikmişdim. Üzünü turşudub deyirdi ki, işə vaxtında gəlmək lazımdır yoldaş. Məmməd Alı xeyli götür qoydan sonra qəti qərara gəldi ki, sovqatı bu axşam müdirin yanında sözü keçən, hörmət olan mühasib Akif Səmədli gil aparsın. Fikrində Akif Səmədlinin xoş, gülər sifəti gəlib durdu. O burnunun üstə boyunduruq kimi düşmüş eynəyini alnına mindirib, bayaqdan çaqqaçuq saldığı sayğacın sarı qara dənələrini bir tərəfə yığdı. Canındakı yorğunluğunu unutmaq üçün Məmməd Alı ilə bir-iki kəlmə zarafata başladı. Məmməd Alı da çox məmnun bir halda bu xoş zarafatlara qımışır, deyəsən bundan xoşhallanırdı da. Düşündü, axı keçən dəfəki iclasda o mənim tutduğum smetanı ağız dolusu təriflədi. Görünür xətrimi istəyir. Axşamdan bir qədər keçmiş Məmməd Alı yenə də küçəyə qaçıb bir maşına əyləşdi və Akif Səmədlinin yaşadığı binanın iri həyət qapısına sürdürdü. Maşından düşüb yaşıl darvazadan həyətə girdi, uzun boğazını uzadaraq divara vurulmuş qara dəmir lövhədəki siyahıya göz gəzdirdi. Akif Səmədlinin adını tapdım. Qapının sol tərəfindəki pillələrlə 3-cü mərtəbəyə qalxdı. Məmməd Alı qapının zəngini çalmaq üçün əlini bir neçə kərə qapıdakı düyməyə tərəf apardı. Hər dəfə elektrik vurmuş kimi cəld geri çəkildi. Təsadüfən qapı açıldı. İçəridən qara qaş, qara göz, uzun hörükləri gərdən nə sallanmış bir gəlin çıxdı. O gözünün ucu ilə Məmməd Alını süzdü. Məmməd Alı da altdan ona xeyli baxdı. O bu qadını Arif Səmədli ilə hardasa görmüşdü. Ya teatrda ya da bulvarda. Yəqin etdi ki, bu qadın Arif Səmədlinin arvadıdır. O özünü yığışdırıb Arif Səmədlinin evdə olub-olmadığını xəbər almaq istəyirdi ki, arxadan ayaq səsləri eşidildi. Qeyri-ixtiyar olaraq çiyin üstdən qandırılıb geriyə baxdı, gələnlərdən birini Akif Səmədlini tanıya bildi. İkincisi isə zabit paltarı geyinmiş, bazburtlu bir milis işçisi idi. Milis işçisini görsək, onun rəng ruhu saraldı. Artıq Akif Səmədli onun yanında durmuşdu. Səmədli onun üzünə diqqətlə baxdı. Məmməd Alı, keçsən içəri. Ay qız, pəri, qonağı niyə qapıda qoymusan? Məmməd Alı tanış ol, qardaşımdır. Yanındakı milis işçisini Məmməd Alıya təqdim etdi. Məmməd Alı hələ də özünə gələ bilməmişdi. Gözlərini milis işçisinin tünd mavi paqonlarından çəkmədən, çox sağ olun, eviniz abad olsun, gəldim ki, sizdən icazə alım. Səhər saat 9-da bizim xala qızını kəndə yola salacağam. Akif Səmədli, gəl otur, çay çörək yeyək, deyib Məmməd Alının ayaqları arasındakı zolaqlı çamadana baxdı və soruşdu. Bəs o çamadan nədir, ay Məmməd Alı? Məmməd Alı bayaqdan beynində 100 kərə ipə sapa düzüb hazırladığı cavabı verdi. Yoldaşım rayona gedir, onu ötürəcəyəm, çöldə durub. Akif Səmədli şaqqanaq çəkdi. Səninki adam ötürməkdən gəlib. Deyəndə ki, səhər müdürə deyərəm, çox gecikmə. Məmməd Alı zolaqlı çamadanı götürüb iri addımlarla pillələr indi və tezliklə həyəti tərk etdi. Zolaqlı çamadan yenə dünənki yerinə qoyuldu. O müdiri bu gün də görə bilmədi. Niyə? İşdə gördü, salamlaşdı, hətta işlərin necədir deyib müdir Məmməd Alıdan əhval da tutdu. Ancaq Məmməd Alı onu işdə yox, evdə görmək istəyirdi. Bəlkə Akif Səmədli ilə bu axşam Məmiyevin evində oturub şirin-şirin söhbət edir. Tutalım ki, zəngi bastım. Üzünü ömrümdə görmədiyim bir nəfər gəlib qapını açdı. Mən də şəslə salam verib, çamadanı darta-darta aparıb otağın bir küncünə qoydum. Birdən hər ikisi məni görsə, sonra da deməzlərmi ki, balam nə əcəb, sən hara, bura hara, onda nə olsun? Axı Akif Səmədli çamadanı görüb tanıya da bilər. Mən niyə bu azara düşmüşəm? Nədən xoflanmışam? Bir mənə deyən yoxdur ki, Məmməd Alı, bu nə ölümdür? Bu ağırlıqda çamadan niyə ora-bura daşıyırsan? Səndən kim nə umur? Kim səndən bir şey istəyib? Müdir də, Akif Səmədli də gözü könlü tox adamdırlar. Təmiz işləsəm kim mənə bir söz deyəcək? Çamadan bu gün də dünənki yerində qaldı. Məmməd Alı işdən gəlib kirayə yaşadığı kiçik otağın qapısını açıb içəri girəndə onun yorğunluqdan ağrıyan başı bir daha ağırlaşdı. Yəqin ki, otağın pəncərələri bağlı qalıb, hava boğanaqlaşıb deyə düşündü.
Pəncərələri taybatay açdı, onun gəlişini bilən ev sahibəsi özünü Məmmədalıya yetirdi. Məmmədalı, ay oğul ağrın alım, görə bu nə idir? Həyat bazanı basıb, səni burnuna iyi gəlmir? Fatih xala, bəlkə bizim toplan qonşu həyətlərdən çürük motal zad gətirib, ola bilər də. Fatih, nə deyim ay oğul, vallah imanımı yandıra bilmərəm, deyib çıxdım. İyi gəlir Fatih'in bu sözləri Məmmədalının başına gürc kimi çaxıldı. Tez neçə gündən bəri ağzı bağlı qalan zolaqlı çamadana yaxınlaşdı. Həyətdən maşın səsi gəldi. Bayaqdan aydınca eşidilən danışıqlar tutğun bir uğultu ilə əvəz olundu. Ancaq kimsə tez-tez ucadan deyirdi. Niyə vaxtında gəlib aparmırsınız? Siz nə qərib adamlarsınız? Bilmirəm işiniz gücünüz nədir? Məmmədalı qapıya çıxdı, zibil aparan maşın gəlmişdi. Məmmədalı əllərinə qalın əlcək geyib, köhnə zirzibil dolu qutuları həyətdən çıxaran fəhlələrdən birinə yaxınlaşıb dedi, əmi, icazə ver bu çamadanı da zibil maşınına atım.